Salam dostlar, dərslərimiz davam edir. Bugünkü dərsimiz abstraction. Abstraction nədir və necə istifadə olunur? Abstraction, abstraksiya sözündən götürülüb, yəni mürəkkəb bir sistemin istifadəçiyə yalnız lazımi hissəni görmək üçün. Qalan hissəni isə gizli şəkildə edir. Sadə dillə desək, bizə lazım olanı nə edir sualına cavab verir, lakin necə edir sualını isə gizli saxlayır. Niyə abstractiondan istifadə edirik? Abstractiondan istifadə etmək məqsədimiz ondan ibarət ki, kodumuz daha səliqəli olsun, həm də oxunaqlı olsun. Həmçinin də istifadəçi yalnız vacib məlumatları görsün. Digər məlumatları artıq, yəni ona aid olmayan məlumatları görə bilməsin. Abstraction'ın istifadə eləmək üçün əsas abstrakt atar kəlməsindən istifadə edirik və abstrakt class deyəndə nəyə başa düşürük? Tamamlanmamış class deməkdir. Yəni biz bir abstrakt class tanıdanda onu tam tamamlamırıq. Onun dəyərini daha sonra verə bilərik. Həmçinin də onun içərisindəki funksiyaları daha sonra icra edə bilərik. İçərisindəki funksiyalar dostlar, bunun həm skop şəklində olur. Yəni tamamlanmış bir funksiyalar olur ya da abstrakt funksiyalar olur. Tamamlanmamış funksiyalar olur. Bunun əsas məqsəd ondan ibarətdir ki, biz lazım olan bəzi funksiyaları özümüz icra edirik və bəzi funksiyaları isə tələb edirik ki, bunu artıq istifadəçi özü təyin eləsin və özü icra eləsin. Bunun üçün sadə olaraq gəlin bir test olaraq proqram yazaq və daha aydın başa düşək. Məsələn, mən bir dənə worker adında klass yaradıram və həmin klass içərisində də qeyd edirəm ki, var name string tipində olsun və bu da boş bir string olsun. İkinci olaraq var salary maaşını təyin eləyək, int tipində olsun və bu da olsun 0. Baxın dostlar, mən funksiyaların abstrakt olub olmasını burada başa salacağım. Find info yazırıq və burada bəzəkli mötərizələrimizi qeyd edirik. Və bəzəkli mötərizə biz burada adi klasslarda bəzəkli mötərizə qeyd eləməyəndə bu funksiyanı icra eləmir. Məsələn, mən burada yazıram ki, print line edirəm, qeyd edirəm info içərisində ki, qalım ki, belə bir şey olsun. Ad 2 nöqtə dollar içərisində name və ikinci olaraq da burada olsun maaş nöqtə dollar işarəsi salary. Və burada da azim. İkinci olaraq bir dənə funksiya, abstrakt funksiya tanıdaq. Məsələn, fun olsun bizdə belə bir şey. Fun, work və mötərizə. Baxın, bu cür şəkildə eləyəndə mənə proqram error verir. Məsələn, mən burada alt enter düyməsini tıklasam, mənə məlumat verir ki, siz bu funksiyanı etmək üçün, icra eləmək üçün ya bu funksiya abstrakt class içərisində abstrakt funksiya olmalıdır, ya da ki, biz bunun bodysini, yəni scope hissəsini icra eləməliyik. Burada bizə lazım olan nədir? Bu funksiyanı, həmçinin bu klassı abstrakt class eləmək. Mən artıq burada qeyd edirəm ki, məsələn, abstrakt olsun, make work abstract. Və bunu qeyd edəndə, bax gördüyünüz kimi, bizim bu class artıq oldu abstrakt class. Bu abstrakt class olduğuna görə və bu funksiya abstrakt olduğuna görə artıq biz bu funksiyanı hansısa klassda miras alanda və bundan istifadə edəndə həmin bu funksiyanı bizə tələb edəcək. Tələb edəcək ki, bunun içərisindəki artıq biz məlumatları digərində istifadə edək. Məsələn, bunu etmək üçün tutalım ki, mən ikinci bir klass yaradıram. Programmer. Məsələn, belə bu cür klass yaradıram və həmin bu klassı da worker klassından miras alır. Bunun mötərizəsini qeyd edirəm və burada mənə qeyd edir. Baxın dostlar, mən alt enter yenə düyməsini tıklayanda burada mənə məlumat verir. Ya bizim bu klass bu şəkildə olanda içərisində bu klassın məlumatlarını qeyd eləməlidir, ya implement eləməlidir. Ya da ki, bu klass özü yenə də abstrakt klass olmalıdır. Məsələn, bizə lazım olan bu klassın indi hal-hazırdakı buradakı məlumatlarını qeyd eləmək. Ona görə implement number members eləyirəm və içərisindəki bax bu funksiyanı və burada ok düyməsini tıklayanda baxın həmin bu funksiyanı mənə burada tələb edir. Və bunun artıq içərisində mən qeyd edirəm ki, tutalım, print line edirəm və məlumat yazıram ki, məsələn, dollar işarəsi qeyd edirəm, name program yazır. Baxın dostlar, artıq mən bu klassın obyektini yaratmaq istəyirəm. Obyekt yaradanda bayaq bildirdiyim kimi abstrakt klassların obyektini yaratmaq mümkün deyil. Yəni məsələn, var, məsələn, worker yazın və burada worker klassını çağırın. Baxın dostlar, mənə burada problem göstərir. Problem nədir? Mənə qeyd edir ki, sizin abstrakt klassınız obyekti yarada bilməzsiniz.
abstrakt klassın obyektini yaratmaq mümkün deyil. Mən artıq yalnız bunu, yəni biz bunu görə bilmərik. İstifadəçi bunu görə bilməz. Yalnız bunu yazan insan, proqramist görə bilər. Ona görə də artıq buradakı məlumatı silirəm və var, qeyd edirəm programmer və burada programmer klassını, burada obyektini yaradır. Və burada programmer klassını məsələn yazıram, qeyd edirəm. Burada Ruslan programmer salarisini qeyd edirəm. Tamam ki, Minazin programmer info metodunu işə salıram. Programmer work metodunu işə salıram. Funksiyasını işə salıram. Və bunu run eləyək. İndiki buradakı məlumatları tam aydın başa düşürəm. Baxın dostlar, mən programmer klassında yalnız bir dənə tələb olunan funksiyanı qeyd elədim. Bütün mənə lazım olan məlumatları worker klassında qeyd elədim. Bu mənə nə xeyir oldu? Elə oldu ki, məsələn, mən indi programmer klassını yaratmışam. Məsələn, mənə indi əlavə olaraq designer klası da lazımdır ki, eyni bu məlumatlardır, eyni bu məlumatlar. Lakin artıq buradakı içərisində eyni dəyərləri yaza durmayım. Məsələn, name falan şey, salary falan şey qeyd etməyim. Artıq bir dəfəlik, məsələn, mən burada designer yazsam, baxın, yazdıram designer. Və həmin bu klassda yenə worker klassında abstraction yaradıram və burada da implement members edirəm, worker-ı qeyd edirəm. Və bunun içərisində də print line edirəm. Qeyd edirəm ki, dollar işarəsi name designer işləyir. Və bunu da eyni qaydada gəlin main activity-də obyektini yaradaq. Var designer və burada designer yazaq. Name olsun. Anar designer yazaq. Salary olsun. Tam ki 500 azin. Məsələn, burada designer yazaq. Infosunu çağıraq. Designer yazaq və burada work-ını icra eləyək. Baxın dostlar, mən artıq bunu run eləyəndə burada eyni məlumatlar artıq mənə burada yazılı məlumatlar burada çapalıb veriləcək. Gördüyünüz kimi, baxın, Ruslan maaş Minazin, Ruslan proqram yazır. Anar maaş 500 azin, Anar designer işləyir. Yəni artıq mən bir dənə klass yaradaraq həmin klası yalnız miras ala bilərəm. Yəni bu klassdan yalnız və yalnız miras ala bilər və bunun içərisindəki məlumatlardan istifadə edə bilər. Burada belə bir sual əmələ gəlir ki, məsələn, onda inheritance-dən bunun arasında nə fərq var? Inheritance klassın obyektini yaratmaq mümkündür. Lakin bu klassda biz obyektini yarada bilmirik. Inheritance klass içərisində funksiyaları biz skopsuz icra eləyə bilmərik. Yəni onun bad hissəsini qeyd eləməliyik. Lakin burada biz worker klassında baxın biz hər hansı bir funksiyanı bu cür yazıb tələb edə bilərik ki, bu klassı kimsə çağırsa artıq bunu icra eləmək məcburiyyətində qalsın. Həmçinin də dostlar, abstrakt klassla bərabər olaraq da interface klasslar var ki, eyni abstrakt klassa oxşuyur. Yəni sadəcə müəyyən nüanslar var ki, bundan fərqlənir. Bunu da gələn dərsimizdə keçəcəyik. Əsas məqsədimiz abstrakt klassın mənasını başa düşmək. Əgər hər hansı bir sualınız olarsa, kommentlərdə yaza bilərsiniz. Bugünkü dərsimiz bu qədər. Gələn dərs görüşənədək. Sağ olun.